Salam, xoş gördük hər birinizi. Bu günlərim mən çox gözəl, çox ləzzətli görünüşü ilə hər kəsi heyran edəcək, yeni il süfrələrinizin görünüşünü daha da gözəlləşdirəcək bir şirniyyat hazırlayacağam. Hazırlamağa keçmədən öncə kanalıma dəstək üçün abunə olub bəyənməyi və videolarımı sonacan izləyib yaxınlarınızla paylaşmağı unutmayın. İndi isə keçək hazırlanmasına. Hazırlamaq üçün 3 ədəd yumurtanın üzərinə 1 stəkan şəkər tozu əlavə edib mikserlə ağarıb köpürüncəyədək qarışdıracağam. Artıq yumurta ilə şəkər tozu ağarıb yaxşıca köpürdü. Mikseri dayandırıb üzərinə yarım armudu stəkan bitki yağı, yarım armudu stəkanda isti su və 3 yemək qaşığı kakaonu ələyərək əlavə edirəm. Kakaonu da əlavə etdikdən sonra 2 stəkan un və 1 paçka qabartma tozu, 1 paçka da şəkərli vanili də ələyərək əlavə edirəm. Unun bir hissəsini əlavə etdikdən sonra yaxşı qarışdırıb həll edirəm yumurtanın içərisindəki düyün qalmasın deyə. 1 stəkan unu əlavə etdikdən sonra gördüyünüz kimi yaxşı qarışdırıram. Sonrasında isə 1 stəkan unu təkrar əlavə edib yaxşıca qarışdıracağam. İkinci stəkandakı unu və vanillə qabartma tozunu da ələyərək əlavə etdikdən sonra yaxşıca qarışdırıram. Gördüyünüz kimi xəmirimiz bu qaydada alınmalıdır. Axışqan xəmir alınmalıdır. Xəmiri yağlı kağız yerləşdirilmiş soba listinə əlavə edirəm və öncədən isitdiyim 180 dərəcəli sobada yarım saata bişirəcəm. Xəmirimi gördüyünüz bu qaydada hər tərəfinə yayıram ki, hər tərəfi eyni qaydada alınsın deyə. Mənim biskivitim bişdikdən sonra tamamilə soyutdum. İndi isə alt hissəsində olan yağlı kağızı çıxarıb biskiviti ovuntu halına gətirirəm. Biskiviti ovuntalına gətirib bitirdikdən sonra dərin bir qabın içərisinə əlavə edib, üzərinə 2 banka qaynadılıb qatılmış skuşonunu əlavə edib, qaşıqla yaxşı qarışdıracağam. Qaşıqla yaxşı qarışdırdıqdan sonra yarım stəkan xırda doğranmış qoz ləpəsi əlavə edib, əlimlə yaxşı hər tərəfini qarışdıraraq xəmir halına gətirəcəm. Yaxşı qarışdırıb bitirdikdən sonra biskivitdən ovuc qədər parçalar alaraq ovucumun içərisində bu cürlə yolkaya bənzər forma verirəm. Bütün biskvitlərin hamısını eyni ilə bu qaydada hazırlayaraq davam edirəm.
Bütün biskvitlərimin hamısını hazırlayıb bitirdim. İndi isə səhər yeməyi üçün olan kukuruzlardan istifadə edərək hazırladığım biskvitlərin üzərinə düzməyə başlayacağım. Kukuruzları biskvitin uc hissəsindən düzməyə başlayıram. Bu şirniyyatı uşaqlarınızla əylənərək hazırlaya bilərsiniz. İnanın ki, uşaqlarınız hazırlayarkən çox əylənəcək və çox sevinəcəklər. Gördüyünüz kimi çox gözəl alındı. Görünüşü də mükəmməl oldu. Eyni ilə bu qaydada bütün şirniyyatları bu cür üzərinə kukuruz düzməyə davam edirəm mən. Və budur, mən bütün şirniyyatlarımın üzərinə kukuruz düzüb bitirdim. Ən sonda isə üzərinə şəkər pudrası əlavə edərək görünüşünü daha da gözəlləşdirdim. Əminəm ki, sizlər də sevərək hazırlayacaqsınız. İnanın ki, çox gözəl, çox möhtəşəm görünür. Dadı da bir o qədər çox ləzzətlidir görünüşü kimi. Uşaqlarınızla sevərək, əylənərək hazırlaya biləcəyiniz bir şirniyyatdır. Mütləq hazırlayın. Hazırlayacaq olanlara öncədən nuş olsun deyirəm və kanalıma hələ də dəstək olmamısınızsa, dəstək olmaq üçün abunə olub zil səsini aktiv edin ki, paylaşdığım videolarda anında xəbərdar olun. Videolarımı yaxınınızla paylaşıb sonucan izləməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşmək ümidi ilə. Hələlik sağ olun.